Bugün videonu xalça yumaqla açırıq. Başlamışıq. Bu bilirsiniz bu xalçaları götürmüşdüm. Bu koridora sərdiyim yumru xalçamdır. Tac Mahal o qədər ağır olur. Təbriz xalçasıdır su vuranda. Bunu dedim yuyab, dən də taxtımın adiyalını yuyuram, üstümüzə örtdüyümüzü qəşəng çöpürdürük. Aylin iş başındadır. Çöpürləri vanişdə əlavə eləmişəm qaf şampunda. Bu birinci əldir, 2 əl. Hələ şampunlayacağım. Biraz ana da eləsin. Eybi yox, qoy çıxsın, hava alsın. O birisi şopka ilə də sürtəcəyik hələ. Şotkaladım, öldüm, nəfəsim getdi. Samolyot keçir. Olur gül kimi. Baxın necə ağardı ortası. Vaniş çox gözəl təmizləyir. Əlbi çək duzu. Все. Bir əldə qəşəng şampunladıq. İndi yaxalama eləyirik. Sizə Suzini göstərim. Suzi! Suzi! Qıs qıs qıs. Orada da ədyalı qoymuşum. Hə, yaxala. Yaxala, yox, şotkala. Ailəm məni o qədər incitdi ki, belə həyətdən bir dənə şey tapıb vermişəm əlinə. Yuyur güyə. Dənizdə qoşuldu. Aha, şıba burala. Ay yaşa. Əla, əla, əla. İndi şotkala. Yox, şotka yox ondan. Hə, elə. Çək, suyunu çək. Mən də bura çıxıyorum. Hə. Gəl bu yana elə, Fidan. Yox, gedən deyil Gülə, narahat olma. Ay, sağ ol, elə. Hə, yaxşı. Cəbəynini dəyişərsən. Elə qızım, elə şübə burala. Baxın, sizə mükəmməl nəticəni göstərim mi? Baq oldu. Altında şey var, paraşok. O geçsin, təzdən açın, bir də yaxalayım. Sonluq. Yuyuldu. Allaha şükür, burada balaca jurnali var həyətdə. Qoydum onun üstünə. Belə biraz suyu çəkilsin. 1-2 saat daha sonra yoldaşımla sərərik. Tərslikdən bugün də havada gün yoxdur. Baxın, qara bulut gəldi. Amma hava isti. Qara bulut var, bilmirəm niyə həyəti də yuduq. Bu ədyal da büküb bura qoymuşam, suyu çəkilsin. Həyəti köpü ilə yumuşuq, elə qəşəkdir. Baxın, qara daşlar necə gözəl bilinir. Güllərimi də sulamışam. Baxın, bu təzə açıb, bilmirəm sizə göstərməmişəm. Bu rəngdə də var məndə. Nə qədər də düymə qoyub, baxın. O qədər də gözəl topa açır. Baxın, bunları sintez əkmişdim. Necə? Bu belə açır, düzdürmü? Narıncı rəngdə. Bu da indi ağ açacaq, baxın. 2 rəngin bir qaba əkmişdim. Buket kimi görsənir onda. Bu da bu il qəşəng çox açır. Amma bilmirəm, niyəsə baxın, yarım açır. Bilmirəm niyə, bəlkə sizin də başınıza gəlib. Əgər kimdəsə belə olursa, mənə də deyin. Bilim.
Buna baxın, üstündə nə qədər düymə töküb. Ay, belə. Bu da ağ rəngdə güllər açıb. Bu da hələ belə qalıb. Bu da dolur, qab dolur. Çıxardıb böyük qaba əkmək lazımdır. Bu güllərim də açıb, baxın. Görün nə qəşəng açıb. Arıya bax. Bizim evdə səs dayanmır ki. Baxın, qızıl gülündə də hələ var, açır. Qəşəng də güllər töküb. Ay, belə, gedək evə. Yadıma düşdü ki, mən sizə Dənizin bu koftanı göstərməmişəm sizə. Bu koftanı Dənizə əmisigil pay alıblar. Baxın, nə qəşəng koftadır. Asın bura, baxın. Asa bilmədim. Burasıdır. Ona pay gətirmişdilər doğum günündə. Bir də Gözəl Dənizim adlı yazılan tortumuzu hədiyyə gətirmişlər. Bu belə ikili koftadır. Deməli, ikili koftadır. Bunun altında belə maykası var. Baxın, üstündən də belə toru var. Çox qəşəngdir. Dənizin də xoşuna gəldi. Dənizə çanta almışdım. O rəngdə odur. Ondan dəsti, baxın. Belə bir koftadır. Altdan maykalı şalvarla, şalvar üstü geyinməyə. Dənizə belə bir çanta almışdım. Bilirsiniz də. Ondan görə nə gözəl uyumlu oldu. Ondan qəşəng belə uyumlu oldu. Qara şalvarla və yaxud da cins şalvarla qəşəng görsən. Çox qəşəng görsənəcək. Dənizin sumkasını qoyun buraya, ora qoyur. Bunu da asacağım şifanyerə. Qəşəng geyinər. İnşallah xoş günlərdə geyinsin. Burada dolub. Bunu da göstərim sizə. Bunu da Ayliş üçün təzə aldım. Dünən almışam. Temudan almışıq. Temudan vurmuşuq. Bacımın qonşusuna vurdurmuşdum. O xanım vurmuşdu. Çox qəşəng gəlib. Buna baxın. Prinsesa paltarı. Belə qəşəng. Üstündən tülü var. Aylin də çox bəyəndi. Ya burada belə bantiki var. Belə qapının üstündə göstərim. Baxın. Çox qəşəng paltardır. Bilmirəm nə qədər dərəcədə qəşəng göstərə bildim ya yox. Qoy hündürasım. Baxın. Belə hündürastım. Belə bir paltardır. Burada bantiki var. Belə qəşəng. Bantiki var. Bu üstündə də belə altdan tül. Üstündən də belə tülü var. Çox qəşəngdir. Dənizə yox. Aylinə almışdım. Dünən gəldi Temudan. Belə 12 yaş götürmüşəm. Boldu Aylinin əyninə. Amma olsun, dar olmasın. Bol olmağının ziyanı yoxdur. Burada da paltar dolub. Bu donları da Fidan da giymişdi ad günündə. Atası alan. Bunu da Dəniz giymişdi. Çox gözəl görsənirdilər. Bu don da şəkillərim parka gedəndə giymişdilər 2 dəfə. Bu da çox gözəldir. Bu koftamızı da yer açdım. Oy, Dənizin donu düşdü. Qoy taxım bunu. Bunu da belə astım yerinə. İnşallah. Bunları alanda Aylin üçün fikirləşdi ki, yoldaşım, kaş Aylinə də bir baxın, yenə düşdü. Qoy yenə salım videonu taxdım. Yoldaşım fikirləşirdi ki, kaş Aylinə də alardıq. Aylinə də gəldi. Bu da Aylinin olsun. Bu ara Aylinə paltar almışıq, yəni bu arada. Yaya istəmirəm. Bəlkə bir də şorti kofta alaram. Bir də Aylinə təzə şey almışam. Pasanuşka. Onu göstərməm. O ayaqqabılarını göstərməmişəm sizə. Pasanuşkaların elə buradadır. Bura qoyub göstərim bunu sizə.
Deməli, bu da belə bir pasanuşkadır. Aylin için aldıq. Əslində pasanuşka almaq fikrimiz yox idi. Sadəcə necə deyim, yoldan belə keçirdik. Aylin göstərdi. Ay mama nə qəşəngdir. Mən bundan istəyirəm, mən bundan istəyirəm. Belə çırtıdır, belə qəşəng. Belə bir pasanuşka aldıq. Aylinə o qara paltarları ilə toyumuz var. İnşallah yaxında bu ayın sonları. Orada geyinə bilər. Belə yayda, gündəlikdə geyinə bilər. Yəni elə bir pasanuşkadır ki, həm gündəlik, həm toy üçün uyğundur məncə. Ayağına da çox yaxşı qalır. 35 razmerdir. Çox gözəl qalır, çox yaxşı da yaraşır. Xeyir işlərə geyinsin inşallah. Bu da Aylinin pasanuşkası, donu. Bunlar təzə alınmışdı Aylinə. Onları da göstərdim. Da belə bunu da göstərdim siz xalalarına. Pasanuşka 18 manata almışıq. 20 manata deyirdilər. 18 manata verdi də Aylin geyinəndən sonra. Belə. Bu da bilirsiniz nədir? Dənizin sinif yoldaşı gəlmişdi. Elə yaxşı gördüm, bunu da göstərim sizə. Bizə, onun da bizə hədiyələrdir. Dəniz düzdür, indi bunları açıb. Bu belə paketdə bir dəftərdir, bloknot, balaca. Qoy burada oturum. Gəldin. Dənizin gəlməyə yaxşı oldu. Altında qaldı pasanuşka. Qoy yerə, Aylin bizi öldürər. Belə kutunun içərisində idi. Belə bloknotdur, açarlı. Belə açarı var. Burada belə ruçkası var. Balaca. Açırsan, açmağa nə ehtiyacı? Yaxşı göstərir. İçinə baxın, içi də belədir. İçi də belə qəşəng not dəftər tutmaq üçün, nə bilim nə üçün. Amma çox balacadır, qələmdir. Qələmi də çıxıb. Ayşən qızım alıb, çox sağ olsun. Ömrü həmişə hədiyyə ilə dolsun, daşsın. Daha sonra belə bir Blackpink, Dəniz Blackpink heyranıdır, bilirsiniz. Qızlar belə bir dəftər alıb, böyükdür. Vərəqlər də çoxdur, hələ ki Dəniz heç birini istifadə eləməyib. Çox qəşəngdir, çox xoşumuza gəldi, çox bəyəndik. Bu dəftərlər Dəniz kolleksiya yığır. Çox var bu dəftərlərdən Dənizdə. Daha sonra belə bir stikerlər almışdı ona. Bunu inşallah saxla, məktəb başlayanda da istifadə eləyə bilərsən. Belə stikerlər alıb, o da Blackpinkli, belə. Daha sonra bir dənə də belə stiker alıb, o da Blackpink. Bilir ki, Dəniz Blackpink sevir. Daha sonra onu da ver. Belə bir dəftər. Bu da xatirə dəftəri, günlük. Belə bizim vaxtımızda var idi, xatirə tuturduq. İndi o dəftərləri mənim əvvəl var idi, amma indi yoxdur. Bilmirəm, hiç hara qoymuşam. Tut Dəniz. Belə bir dəftər. O da çox cicişdi Dəniz. Belə tüklü dəftər Dənizdə var idi. Bu da onun bir başka forması. Bakın. Çok qəşəngdir, çox gözəl, xoşum gəldi. Sən var idi da, bundan? Göstər o mənə. Bakın. Çox xoşuma gəldi. Bilmirəm hansımızınkidir. Dənizdə belə var idi, mən almışdım ona. Ayşən də belə bir forma. Onu qoy yerinə quzum. Belə bir formasını alıb. Ayşən qızım çox sağ olsun. Allah min qat əvəzini yetirsin Ayşənə də, anasına da. Allah razı olsun, çox sağ olsunlar. Çox sevindik gəlişinə. Belə, bu da Dənizin hədiyələri. Bunları da göstərim. Dəniz, sən yığarsan da yerinə. Gəldin geyinməyə, xalalara göstərirdim. Nə olub? Barbie Han. Sonra gəldim bura. Burada sizə nə göstərəcəm. Ad günümüzdə də bu da gəldi. Bilirsiniz ki, bu kuklamız bu bizdə değildi. Sizə demişdim. Gətir bura Aylin. Gətir bura, bu getir. Deməli bu bununla da tanış olun xalalar. Bu da Aylinin başqa bir kuklasıdır. Bunu Aylin hardasa 1-ci sinifə gedirdin də, yoxsa yox getmirdi məktəbə? 5 yaşında. 5 yaş olanda atası almışdı Aylinə. Amma neçə ildir də paltarları köhnəlmişdi.
bizim gözəl xalamız. Bu hansı ki bu paltarları tikəndə sizə. Hansı ki bu paltarları tikəndə sizə demişdim. Bura nə yaman dağılıb? Ad günü uşaqlar dağıdı be. İndi sən yığışdırarsan. Yaxşı səliqəyə salarsan, yaxşı gözəlim. Bu paltarı tikəndə Aylin dedi ki, mama xala bəlkə o kuklama da paltar tiksin. Xalamız da sağ olsun bizi qırmadı. Dedi, hə, gətirin, çalışaram ki, tikim. Bu kuklaya tikmək rahat idi. Çünki bu çağadan bir daha, yəni çağa körpə uşaq kimidir də, yəni böyük həcmlidir. Aylin durdu, getdi. Hə, belə. Bunu tikdi. Daha sonra Aylinə söz verdi ki, bu kukla içində tikəcəm. Baxın. Bunu da dünən İsrin gətirdi. Şəkillərini atdı ki, gəlin aparın. Uje hazırdır. Baxın, buna da belə bir dəst tikib. Həm şalvarı, həm koftası mükəmməl görsənir. Çox qəşəngdir, çox cicişdir. Aylin çox sevindi. Allah da onu sevindirsin. Belə. Oturdu belə, bu da bu yeni kuklamızın paltarı. Şimdi. Hə, çox sağ olsun. Əlavə. Oy. Aşar ay. Papağım qoy bunun. Əlavətən bir dənə də dedi, tək olmasın. Belə bir pijama dəsti tikib, bunu da yatanda geyinir. Bunun paltarı. Aylin niyə apardın? Ay, qoymadı çəkim. Bir dənə elə şalvar, kofta, Mickey Mouse. Bunu Aylin yatanda geyindirir bəbəsinə. Bir dənə də belə şalvar tikib. Əlavə. Alda apardı ki, oynayıram. Əsəbləşib. Niyə əsəbləşdin quzum? Bacılar səni incitdi. Uç, döyəcəm o bacıları. O bəbəni bir əlində göstər, o birisi bəbəni, təzə bəbəni. Ay Allah, nə gözəldir, nə gözəl. Çox sevdin, hə? Yaxşı, bu bəbəmin paltarlarını da al. Bu da köynəyi, bu şalvarı. Bunları yatanda geyindirir. Bəbəmizin paltarı yox idi. İndi 2 dəst oldu. Xalamız çox sağ olsun. Al, qoysun kava. Onu da qoy bəbə onun yanına yatsın. Evə girmirsən, heç dünəndən girməmsən, hə? Yoxsa girmirsən? Girmirsən. Bu işini qurban olum. Gedim mən də indi. Bir də bugün Qurban Bayramıdır. Hamınızın Qurban Bayramını təbrik eləyirəm. Allah bütün kəsilən qurbanları hamısını qəbul etsin. Kəsə bilməyənlərə imkan, şərait yetirsin. İnşallah gələni kəssinlər. Ən böyük savab kəsmək və kəsib kimin ki yoxdur, kimin ki ehtiyac var onlara vermək, onların da qazanları qaynasın, evlatları bir tikə yesin, dadsın o qurban payından. Allah bütün yenə də deyirəm bayramlarımız mübarək olsun. Allah bütün hamının kəsdiyi qurbanları qəbul etsin. Allah hamıya bol qazanc, ruzi yetirsin inşallah. Eləcə də şimdi üstünü örtü yatızdırdı. Belə bayramlarınızı çoxlu təbrik edirəm. Həmişə belə xoş günlərə, bayramlara çıxaq. Allah həmişə bayram təbrikləri etməyə qismət etsin bizə inşallah. Hamınızı çox sevirəm, mənim YouTube ailəm. Ayrı-ayrılıqda hamınız yaddaşımdasınız. Hamınızın ayrı-ayrı yeri var ürəyimdə. Hamınıza ailə xoşbəxtliyi arzu eləyirəm. Hamınıza xoş günlər, bayramlar, toy busat arzu eləyirəm. İnşallah həmişə sevəsiz, seviləsiz, təbriklər alasınız. Dəniz içində etdiyiniz təbriklərə çox minnətdaram, təşəkkür edirəm. Hamısını oxudum, Dənizdə oxuyub. Hamısı, necə deyim, çox sevindirdi bizi. Dualarınız üçün, arzularınız üçün çox sağ olun, minnətdaram. Nə arzu edirsinizsə mənim uşaqlarıma, mənim qızıma, Allah onun 10 qatını sizə də nəsib etsin inşallah. Kukulam qoy da onun üstümdə. Yaxşı, indi bacılar sən küstürüb də, mən küstürməmişim. Yax, Barbini get gətir oyna. Belə istədim biraz danışım. Sizi çox sevirəm YouTube ailəm. Həmişə yanımda olduğunuz üçün, gözəl təbrikləriniz üçün, gözəl bacılarım, əzizlərim, hamınızın ürəyimdə yeri ayrıdır. Hamınıza təşəkkür edirəm. Bir daha Aylin gedir, gəlir. Fikrim yayınır, bilmirəm, bəlkə də necə deyim, yaxşı danışdım, pis danışdım. Bir daha təbrik eləyirəm. Xalaların bayramını təbrik elə. Bayramınızı təbrik eləyirəm, xalalar. Maçət. Sağ ol elə. Mən də gedim. Aylin gəldi. İndi
Bu kız onları qoyub yatızdırdı, orada küstürdü. Evin orada küstürü. İndi keçib Barbielərə. Deyir, bugün Barbie-mlə oynayacağam, ancaq başqa kukla ilə oynamayacağam. Heç bir şey. Tətilə girmişik artıq. Artıq tətildir. Məktəblər bağlandı. Dünən bizim son günümüz idi. 5 iyun son dərs günümüz idi. Bugün də 6 iyun Qurban Bayramıdır. Bayramımızı qeyd edirik. Məktəb də bitdi. İnşallah növbəti dərs ilində, tədris ilində görüşərik. Həm məktəblə, həm məktəbli uşaqlarla. Aylin ayrılmaq çox çətin oldu müəlliməsindən. Biz müəlliməsini çox sevirik. Elnara müəllimə, mən də, evlatlarım da, ailəm də hamımız çox sevirik. Bütün müəllimələri, eləcə Dənizli müəlliməsini, Fidanın müəlliməsini. İnşallah ki, onlara da bol-bol xoş günlər, bol-bol istirahət arzulayırıq. İnşallah görüşmək ümidi ilə. Hə, ayaqqabıları yaxşı. Xalalar, bu Barbie'lərin ayaqqabılarıdır. Aha, gördülər. 1000 dənə ayaqqabısı. Yaxşı. Rəngə bölürsən. Tamam, tez. Hələ gedib ana yemək pişirəcək. Bizim ətimizi qoyaq qaynasın. Bayram ətimizi. İtib taparıq, heç nə olmaz. Hə, xalalar, bu qızların duxularıdır. Bu bir ayaqqabılardır, bu ikinci ayaqqabılardır, üçüncü, dördüncü, beşinci, altıncı, bu da yeddinci ayaqqabılardır. Bir ayaqqabını da bir tane itirmişik, inşallah taparıq. Oldu, göstərdim, hə. Sən də qəşəngsən də. İndi keçirəm kuxnaya. Kuxnada işlərimi davam elətdirim. Sizə də görüm, nələrsə çəkə bilsəm. Çəkəcəm. Ay, hər işdən iş çıxır. Bunu göstərməmişəm. Bu, deməli, bunu da özüm üçün almışam. Dünən aldım. Şəpik. Belə həm marketə gedəndə, həm nə bilim bazara, dükana gedəndə belə geyinməyə, həmişə ayaqqabı geyinməyə olmur. Adam bəzən şəpik də istəyir. Ona görə aldım. Çox qəşəng, rahat şəpikdir. Bunu da özüm aldım. Gözəl bacılarıma. Baxın, ayaqda da belə qalır. Çox rahatdır. Hər yerə geyinmək olar. Belə, çox qəşəngdir. Daha belə. Hə, tamam, al giyin. Onsuz da heç nə mənim olmur ki, qızlar. Bugün alıram, sabah qızlar əlimdən alır. Baxıb. Hə, qəşəngdir. Mənim oldu. Qəşəngdir. Bir dənə ayaqqabı qalır. Hə, mənim ayağım onlardan biraz balacadır. Yaxşı, çıxart yerinə qoy. Mən də gedim işlərimi görüm. Burada ətimizi qoydum, qəşəng qaynasın. 2-3 dəfə yumuşam. Burada da popcorn edirəm. Aylin Barbie'lərinin könlü popcorn istəyirmiş. Aylin yox, Barbie'ləri, hə Aylin? Ətimiz də qaynasın. Qəşəng yemək pişirəcəm. Antrikoda baxın. Quzu ətidir. Bayram ətimizdir. Quzu ətidir. Allah bütün kəsilən qurbanları qəbul etsin. Popcorn da partasın. Kartofumu, soğanımı soyum. Quzu ətidir, pöhrədir. Tez pişəcək ət. Ətimiz orada qaynayır. Qəşəng qaynasın, pişsin. Mən də burada gəldim, oturdum. Bir stəkan çay içim. Yorğunluq çayı süzmüşəm özümə. Limonlu. Qəşəng burada konfetlərim də var. Bu konfetlərimi göstərmişdim sizə. Nə böyükdədir bir səs. Qəşəng konfetdir. Bu konfetə baxın, uşaqlığımızda bunun bu konfet yadına düşən olar yəqin ki. Bu konfet, bunun plitka şokoladları olur belə uşaq şəklində. Şey də olur, şokoladları da olur. İndi də belə karamelləri çıxıb. O gün gördüm, bravo da. Aldım, çox qəşəngdir. 8-9 manat olmalı, səhv eləmirəmsə. Qiyməti. Bir də mamam belə pryaniklər almışdı. O çox sevir belə pryanikləri. Qəşəng çələklisi var belə. Çələklisi var. Daha sonra kakaolusu var və bu da ağ deyil. Nə rəngdir bu? Aranjılı. Bunun dadı nədir bilmirəm. Belə qoydum özümə bir stəkan çay içim. Bunun hamısını yeməyəcəm əlbəttə ki. Bir dənə kakaolun dadına baxaram. Bölüb yeyərəm. Bunda dadına bir parça baxaram. Bunda. Belə ətimiz də qaynasın. Sonra durum yeməyimi pişirim.
Bu videonu indi editləyəcəm. Çünki bugün bayram günüdür. Bugün yükləmək istəyirəm. Bugün izləyin. Sabaha qalmasın. Etimiz qaynayır artıq. Çox qəşəng. Oy, boğ tutdu. Hə. Açıldı. Bu ən sevdiyi Aylin'in tikəsidir. Aylin'in də atasının da antrikot belə ətli olan formu. Aylin üçün pişirirəm. Aylin də yoldaşım da inanla bu əti sevir. Baxım ət yumuşalıb mı? Bu videomuzu da burada bağlayayım. Ətimiz pörtlənsin, yeməyimi pişirim. Dəniz çay istəyirsən. Mənə də siz zəhmət olmasa. İndi içdim, amma yenə də yanğım kəsmir. Orada deyim, mən çaşqam limon da var içərisində. Bu videomuzu burada bağlayayım. Ətimiz pörtlənsin, qəşəng yeməyimi pişirim. Sabah növbəti bir videoda, vlogda görüşmək ümidi ilə. Bir daha bayramımız mübarək olsun. Xoş günlərə, xoş illərə, bayramlara çıxasınız inşallah.